Salam, hər vaxtınız xeyir. Bugün dim sınağına düşən suallardan birinin izahını veririk. Sualımızda bizdən uyğunluq istənilib. İlk növbədə görürük ki, 2 dənə cümlə verilir və ona uyğun variantlar təqdim edilib. Gəlin variantlara fikir verək. Variantlarda görürük ki, fikrin təsirli ifadə olunmasına kömək edib. Bu, deməli, köməkçi nitq hissəsindən, yəni ədatdan danışılır. Qoşulduğu sözə mənaçaları yaradıb. Bu qoşmanın mənasıdır. İfadə olunan fikrə münasibət bildirib. Bu modal sözdür. Bağlayıcı və ədat isə konkret bir mövzunun adıdır. Deməli, bizdən köməkçi nitq hissələri ilə bağlı uyğunluq istənilir. Biz artıq bu qənaətə gəldik. Gəlin indi cümlələri oxuyaq. Deyir ki, Afər də yeni xəbəri maraqla gözləyirdi. Afər də yeni xəbəri maraqla gözləyirdi. Biz görürük ki, burada də var. Də bilirik ki, həm bağlayıcı ola bilir, iştirak bağlayıcısı, həm də ədat ola bilir. Necə ayırırıq? Əgər burada birgəlik məzmunu varsa, iştirak mənası varsa, o artıq bağlayıcıdır. Həmçinin hətta bağlayıcısı ilə də əvəz edə bilərsiniz. Hətta yeni xəbəri Afər də maraqla gözləyirdi. Yəni, hətta Afər yeni xəbəri maraqla gözləyirdi. Deyə bilirsinizsə, bu bağlayıcıdır və biz burada deyə bilirik. Deməli, artıq biz əmin olduq ki, oradakı də bağlayıcıdır. Deməli, D variantını 1-ə qoyuruq. Digər heç bir variantda bağlayıcı ilə bağlı fikir görməmişdik. Daha sonra ikinci cümləyə gedək. Deyir ki, birazdan gəlir də, gözlə. Aha, biz burada dəni görürük. Buradakı də isə artıq ədatdır. Çünki emosiya verdiyini görürük. Həmçinin hətta bağlayıcısı ilə də əvəz edə bilmirik. Xüsusilə də dəni çıxardığımız zaman cümlədə hər hansı bir məna dəyişikliyi olmayacaq. Deməli, biz 100% əmin olduq ki, bu ədatdır. Deməli, 2-yə Y qoyuruq. Ədatla bağlı başqa hansı ifadə var idi? Deyir ki, fikrin təsirli ifadə olunmasına kömək edib. Bu da ədatın qaydasıdır. Deməli, 2-yə A-nı da qoyuruq. 1D, 2-yə A-Y. Cavabımız olacaq A variantı.